Avropa ölkələrinin müharibə hazırlığı sürətlənib. Financial Times-ın məlumatına görə ağır texnikanın qitə ərazisində operativ şəkildə yer dəyişməsinə şərait yaradan ortaq mexanizm hazırlanıb. Almaniya təmsilçimiz Günay Məmmədova indi bizimlə birbaşa bağlantıdadır. Günay, axşamınız xeyir. Bu mexanizm özündə nələri ehtiva eləyir? Efirdəsiz. Bəli, Avropa Komissiyası Avropa İttifaqı ölkələrinin hökumətləri və NATO ilə birlikdə hərbi münaqişə halında ağır texnikanın Avropa ərazisi üzrə operativ şəkildə daşınmasına imkan verəcək mexanizmin koordinasiyası üzərində işləyir. Financial Times-ın mənbələri isnadən yazdığına görə təşəbbüs yük maşınları, dəmir yolu platformaları və bərələrdən ibarət ümumi nəqliyyat vasitələri hovuzunun yaradılmasına nəzərdə tutur. Bu vasitələr Avropa İttifaqı ölkələri tərəfindən qoşun və silahların daşınması üçün istifadə oluna biləcək. Gələn ay deməli Avropa Komissiyası nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Mənbənin bildirdiyinə görə Avropa Komissiyası həmçinin Avropa İttifaqında yüksək avtomobilləri və dəmir yolu vaqonlarından ibarət öz parkının yaradılması imkanlarını da araşdırır. Lakin bu Avropa İttifaqının məhdud büdcəsini nəzərə alaraq daha çətin olacaq. Financial Times-ın həmsöhbətləri qeyd edirlər ki, ümumilikdə layihə hələ ilkin mərhələdədir və dəyişikliklərə məruz qala bilər. Qeyd edeyim ki, Avropa Komissiyasının Avropa ərazisi boyunca ağır hərbi texnikanın sürətli şəkildə daşınmasını təmin edəcək mexanizm yaratmaq planları Avropanın təhlükəsizlik mühitində yeni reallıqları əks etdirir. Bu təşəbbüs texnika və hərbi qüvvələrdən bürokratik gecikmələr olmadan hərəkət etməsinə imkan verəcək bir növ hərbi logistika Schengen zonası infrastrukturunun formalaşdırılmasına nəzərdə tutur. Əgər əvvəllər Avropa İttifaqı layihələri əsasən iqtisadi inteqrasiyaya yönəlmişdirsə, bugün prioritet müdafiə mobilliyinə verilir. Bu, Brüsseldə geniş miqyaslı hərbi qarşıdurma riskinin artıq nəzəri deyil, praktiki hazırlıq tələb edən ehtimal kimi qiymətləndirdiyini göstərir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.